Hörmətli seçicilər, xoş gördük sizi. Özümü təqdim etməyə ehtiyac yoxdur. Biz köhnə tanışlarıq və 30 ilə yaxındır ki, mən televiziya ekranlarından müəyyən verilişlər aparmışam, 10 il Milli Məclisin deputatı olmuşam və s. Öldürecek sizi, yeniyecekse emniyet, yeniyecekse polis ölmesi. Hayır, sizi ölümle korkutun. Salam olsun o ölüme ki Allah yolundadır. Xəstə olmaq, mömin insanın cibinə narkotika atıb, saxta ittihamlarla onu tutmaq, insanların, İslam inanclarını narkotikaya bulaşdırmaqdır. Budur xəstəlik, Əli müəllim. O fiziki cəhətdən xəstə olmaq heç də ayıb deyil. Hoş olsun o ölüme ki Allah yolundadır. Eğer biz zindandan kopsak, eğer biz değnekten kopsak, eğer biz şehadetten kopsak, hiç Kərbəlanın ətrin bile duymamışıq etdiniz. Başa düşməmişik Kərbala nədir? Hüseynin nəri deyil ki, 70 nəfər çıxıb 40 min ordunun qabağına. Biz o məktəbin uşaqları deyilik, biz İmam Hüseyin ağam balaları deyilik. Bütün siyasi məhbuslar, günahsız yerə bu rejim tərəfindən həbsxanaya atılanlar hamısı azad olunmalıdır və bunlar insanların cibinə narkotika, silah, başınlarına silah, evlərinə silah atmaqla bu həbsxanalara doldurublar. Və mən qızıl amnistiya deyəndə tək həbsxanada olanlar yox, eyni zamanda mülkiyyəti əlindən alınan, vətəndaşlıq haqqı əlindən alınan insanlara da bu amnistiyanı vəd edirəm. İmam Hüseyin məktəbinin arzusu olmalı mümkün. Bu əsas məsələ budur. Onun da məsələsi aydındır. Necə İmam Hüseyin əleyhissalam küfrün qarşısına dayandı, zalimin qarşısına dayandı, zülmün qarşısına dayandı, danışdı və şəhid oldu, əməli formada bizlərə göstərdi. Bugün də biz rahat şəkildə deməliyik. Hicaba qədayət olunmuş rejim zalimdir, şərəfsizdir. Həzrəti Əli əleyhissalam deyir ki, zalimə yardım etməyin. Allah zalimi ona yardım edənlərə qənim kəsər. Allah Taala'nın dəyər verdiyi əməllərdən söhbət eləyək. Axı niyə minbərlərimizdə namazı əvvəl vaxtı qılmaq, gecə namazından, oruç tutmaqdan, zəkat verməkdən, axı bunlara niyə inhisara saldı, bunlardan yalnız söhbət edirik? Axı İslamın müarifinə diqqətlə nəzər saldıqda, Quran və Əhl-i Beytin müarifini araşdırdıqda biz görürük, böyük dəyərlər var bu gün cəmiyyətdə. Söhbətlər olunmur o haqda. Təsəvvür edin, Quran-ı Kərimdə Allah Taala nə qədər yerdə möminləri cihadı dəvət edir. Allah yoluna vuruşmağa dəvət edir. Bir şəxs çıxır indi bu ayəni görə məna eləyir cəmiyyətə. Bismillahirrahmanirrahim. Yəni bu cihad ayələrindən məqsəd nəfslə cihaddır. Əzizlərim, gedin özünüzü işləyin. Vəssalam. Həzrəti Əli deyirdi ki, zülmü görüb ona etiraz etməmək, zalimin yanında olmaq deməkdir. Çox təəssüflər olsun ki, Azərbaycandakı korrupsiyanın izləri bizim bəzi din xadimlərinin də imanına hopubdur və bunu görmək istəmirlər. Baxın, bu adamları nə ilə tuturlar? Kimisinin cibinə narkotika atırlar, kimisinin evinə silah atırlar, maşınına silah atırlar. Kimlər tutulub? Qurban Məmmədov, uzun müddət Azərbaycan vəkillik sənətinin yüksək bir zirvəsinə qalxmış adamdır. İlqar Məmmədov, Yadigar Sadıqlı, Tofiq Məmmədov, Hilal Məmmədov, Nemət Pənahlı, Əvəz Zeynallı, bizim çox dəyərli ilahiyyət alimləri, Bağırzadə, Taleh, Möhsün Səmədov, Hacı Abigül və digərləri, bizim dəyərli gənclərimiz, sən necə hamının prezidentisənsə, bu cavan uşaqların cibinə narkotik attırırsan, molotov butulqaları düzəltdirirsən və nəticədə nə oldu? Nəticədə Rəşadət Axundovun babası damarların doğramalı oldu. Zülm bəs necə olar? Sənin imamın belə bir söz deyib, yalnız deyib, cihad bu mənadadır ki, bugün cəmiyyətimizdə gedin özünüzü islah edin. Əlbəttə bu islah olunmalıdır. İnsan özünü islah eləməsə döyüş meydanına girə bilməz. Kimsə özünün nəfsi ilə mübarizə apara bilmirsə, o döyüş meydanında nə işi var? Bugünlərim o dubinkaların altında nə işi var? Həbslərdə nə işi var o kişilərin ki, özlərindən mübarizə apara bilmirdilər?
Çünki bizim zindanda alimlərimiz, inanclarımız həbslərdədir, zindanlardadırlar, zindan həyatı yaşayırlar. Onlar əgər öz nəfsləri ilə mübarizə aparmasaydılar, orada nə işləri var? Onlar o nəfsinə mübarizəyə görə getdilər, haqq sözlər dedilər, meydanlara girdilər. Mən istəyirəm bu məqamda Həzrəti Əli əleyhissalamın dilindən eşitək cihad nədir? Çünki cihadı müxtəlif mənalara biz bəzən yönəldik. Bəli, biz müraciət edir Əhl-i Beytə. İslam Peyğəmbəri bizə Quran və Əhl-i Beyti tapşırdı. Ya Əmir əl-Müminin, cihad nədir? Bizə cihadı başa sal. Həzrət Əmir əleyhissalam buyurur, Qal Əmir əl-Müminin əleyhissalam, Əl-cihadu alə arba'a şuabin. Həzrət Əli əleyhissalam buyurur, cihad 4 şöbədən ibarətdir. Cihadın 4 növü var. 4 şöbəsi var. Birincisi, Əl-əmr bil-ma'ruf, yaxşı işlərə dəvət cihadın birinci hissəsidir, birinci şöbəsidir. وَالنَّهْيَ عَنِ الْمُنْكَرِ, pislikdən çəkindirmək ikinci şöbəsidir. وَالصِّدْقِ فِي الْمَوَاتِنِ, torpaqları qorumaq, döyüş meydanlarında vuruşmaq, Allah yolunda cəbhələrdə mübarizə aparmaq. Bu da cihadın bir növüdür, üçüncü şöbəsidir. Dördüncüsü Həzrət Əleyhisselam buyurur, və şənanil fasiqin, günahkar insanlara qarşı, ummul fəsad, fəsadın anası olan, dırnaqarası insanlara qarşı düşmənçilik, cəmiyyətdə fisq, fuzuri yayan, fasiqliyi cəmiyyətə rəvac verən, günahkarlarla düşmənçilik etmək. Təsəvvür indi gördünüz. Amma cihadı bəzən elə məna edirlər, deyirlər, cihad yalnız döyüş meydanı, o da ki bizim cəmiyyətdə bir yoxdur, deməli, nəfslə mübarizədir. Bax, Həzrət Əlinin xətti deyil bu. Görün, nə qəşəng yanaşırlar. Deyirlər, cihad, yəni döyüş meydanı, Allah yolunda vurursan döyüşdə. Bu gün Azərbaycanda döyüş meydanı yoxdursa, deməli, burada cihaddan məqsəd öz daxilimizdəki olan nəfsimizlə mübarizədir. Həzrət Əleyhisselam deyir, xeyr, cihadın mənasını başa düşün. İnsanları yaxşı işə dəvət edirsən, pislikdən çəkindirirsən, bu cihaddır. Və yaxud gedib öz torpaqlarını qoruyursan və o yolda canını verirsən, bu cihaddır. Və yaxud bir fasıq insanı görüb onunla düşmənçilik edirsən, görürsən cəmiyyətə haramı yayır, şərabı yayır, çıxırsan onun qarşısını alırsan, yığışdırırsan. Buna deyirlər cihad. Yəni fasıq insanların qarşısında dayanmaq, düşmənçilik eləməyə də cihaddır. Yəni biz o dəyərlərimizi bilməliyik, Əhl-i Beytdən İslamın həqiqətlərini öyrənməliyik əzizim.